Hər vaxtınız xeyir, Bura Bax kanalının izləyiciləri və abunəçiləri. Əgər kanalıma abunə olmamışsınızsa, aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun və videolarıma baxanda like düyməsini basmağı unutmayın. Çünki siz like basmaqla mənə çox dəstək verirsiniz, videolarımı irəli getməyə də kömək göstərirsiniz. Deməli, dostlar, mən uzun müddətdir, yəni çoxdan çəkmişdim, təxminən bir 8-9 il bundan qabaq Sevgi Parkını çəkmişdim. İndi təzədən həmin o Sevgi Parkındayam. İndi istəyirəm sizə Sevgi Park haqqında nə dəyişdi burada, nələr olub, yenidən qurma olub, olmayıb, arxa tərəfini necə uzadıblar, o tərəfləri necə eləyiblər, hamısını sizə bir-bir göstərəcəyəm. Burada görürsünüz, əvvəldən hələ ürək işarələri var idi burada. Burada da əvvəl bilirsiniz ki, bu belə bir oteldir. Əvvəl Trump Palası idi, adını dəyişdilər, elədilər The Ritz Carlton oteli. Düz onun qabağındadır. İndi sizə başa salım, bura necə gəlmək olar. Bura siz 2 nömrəli avtobusdan gələ bilərsiniz. 28 maydan minə bilərsiniz, ya 20 yanvardan minə bilərsiniz. Ya da metro ilə gəlib Gənclik metro stansiyasında, ya Nərimanov metro stansiyasında düşüb, arkada görürsünüz Heydər Əliyev adına saraydır. Oradan düz gələ bilərsiniz bura kimi. Görəcəksiniz, yəni Sevgi Parkı çox görünür, yəni uzaqdan da. Ayaqla da gələ bilərsiniz, amma xeyli gəlməli olacaqsınız ayaqla. Ona görə ən yaxşısı hələ 2 nömrə avtobusa minin. Yəni mən 2 nömrə ilə gəlmişdim. İndi baxın, burada mən indi Sevgi Parkının elə bir ilk giriş yeridir də, yəni. Mən həmişə buradan, keçən dəfə buradan çəkmişdim. Burada belə bir köhnə Bakının içəri şəhərdir, bulvardır, Dənizkənarı Milli Parkın işarəsidir. Mən dəqiq bilmirəm, bunları əllə çəkiblər, yəni əl işidir, yoxsa əl rəsm işidir, yoxsa üzərinə rəng vurulur. Amma mənə elə gəlir əl işidir. Burada rənglərdir, ona görə. Bax, burada da belə bir gözəl ürək işarəsi var. Park çox genişdir. Yanında bazar store, köhnə Ram store idi əvvəl. İlk dəfə böyük bir hipermarket atılmışdı Azərbaycanda, təxminən bir 20 il bundan qabaq. O əvvəl Ram store idi, yəqin ki bilirsiniz, oradan bazarlıq eləmişsiniz. Sonra onun adını dəyişdilər, bazar store elədilər. Hələ necə var, elədi qalıb. Sadəcə biraz remont eləyiblər, düzəldiblər, üzərində değişiklik ediblər. İndi gedirik aşağı, görək burada nə var. Çünki burada hər yerdə yaşıllıqdır. Burada çox baxırlar bu parka, yəni. Xüsusi bağbanları var. Burada nə dəyişib? Çox şey dəyişməyib. Qabaq hissədən mən hələ əvvəl necə idi, biraz burada ağaclar əkiblər. Bax, burada çox gözəldir. Görün, necə gözəl eləyiblər buraları. İşıq dirəkləridir. Burada ağaclardır. Belə parklar Türkiyədə də çoxdur. Yəni, mən Antalya'da görmüşdüm, Attımbaşı park. Hər yer parklandı. Bakıda da parkların çox olması, yaşıllığın çox olması çox təqdirə layiqdir. Burada görürsünüz dostlar, belə labirint kimi eləyiblər. Bax, çox gözəl eləyiblər, mən çox bəyəndim. Lazım olan yerləri çəkəcəm, sizə göstərəcəyəm. Burada hər yerdə baxın, ürək işarələri var. Bir sözlə də kim ki sevgilidir, nişanlıdır, bir-birini sevirsə, gəlsin hələ bu parkda otursun. Çox romantik parkdır, yəni. Onu demək istəyirəm. Burada belə bir var, gözəl eləyiblər, 2 nəfərdir, mələkdir, bir-birlərinin əllərindən tutublar. Ağac var, şam ağacıdır. Çox böyük bir şam ağacı var. Oturacaqlar var, gözəl. İndi bir söz də deyim, məlumat verim sizə. Bir gözəl təzə parkda açılıb Bakıda. İtaliya Universitetinin yanında açılışı oldu. İndi oranı da istəyirəm, gedim çəkeyim, görsədim. Bunları görürsünüz, necə gözəl səliqəli kəsirlər. Həm üstdən simetrik kəsirlər hər iki tərəfdən. Çox bəyənirəm belə.
Bax burada deyəsən parkı uzadırlar. Baxın, bax mən buranı deyirdim. Çünki burada evlər var idi, bildiyimə görə arxada, bu tərəfdə, bu tərəfdə. Burada bilmirəm, restorandır ya kafedir olub əvvəl. Buranı bax artıq düzəldirlər. Təmir gedir burada. Artıq əvvəl telefondan çəkmişdim parkı. İndi artıq GoPro ilə çəkirəm. GoPro 10'dur. Burada da yol var. Təmir gedir burada. Əvvəl bu təmir yox idi. Başqa bir şey var. Yadımda deyil, çoxdan çəkmişdim buraları. Oturacaqlardı səliqəli. Amma adam yoxdur. Çox az adam var. Demək olar ki 2 nəfər, 3 nəfər gördüm bayaqlar. Ağaclar var. Məsəl üçün bizdə burada mən apelsin, mandarin ağacları görmürəm. Türkiyədə hara gedirsən, attım başı mesela Türkiyədə, Antalya'da attım başı apelsin ağaclarıdır. İnsanlar dərmir. Sadəcə ağacın üstündədir o. Apelsindir, mandarindir. Rəng verir də, yəni gözəllik qatır. Şam ağacıdır. Bax, buradan bir dənə də yol var o yana. İndi mən o tərəfə də gedə bilərəm, o biri tərəfə də gedə bilərəm. Burada bir dənə də kafeteriya var. Baxın, burada belə bir yol var. Çox maşınlar gəlib getmir bu yoldan. Orada bir dənə körpü var qabaqda, yuxarıdan. Artıq parkın arxa hissəsinə gəldim. Çünki burada tikinti gedir. Deyəsən kafeteriyadır ya da çay evidir. Burada tikintilər gedir, hər yerdə qoyublar yerə. Çünki parkın arxa hissəsinə dostlar gələndə elə başa düşməyin ki, yalnız qabaq hissəsidir, arxa hissəsi də təmir gedir. Siz arxa hissəsində ola bilər də çaşdırsın sizi bu tikinti, arxa hissəsinə gəlməyəsiniz. Buradan xüsusi yollar var. Qıraqda həm sağda, həm də solda gələ bilərsiniz, yəni arxa hissəsinə. Baxın, parkın arxa hissəsi buradır. Gördüyünüz kimi çox geniş bir parkdır. Burada elə bir şey qoyublar, bilmirəm nədir burada. Yaşıllıqdır, ağaclardır, şam ağacı çoxdur. Gedə görə irəlidə nə var. Bax, burada bu əvvəldən var idi, mən gələndə əvvəl. Bu əvvəldən elə bil ki, buradan su axırdı. İndi deyəsən təmirə bağlayıblar, işləmir. Burada xeyli böyük bir parkdır. Buradan gedib düşüm aşağı. Bax, buradan yuxarı da yol var. Mən də yuxarıdan çəkəndə daha gözəl görünür buralar. Ümumiyyətlə park hissəsi. Görürsünüz, burada su var idi, su axırdı, indi axmır. Baxın, burada bir dənə yolda var belə düşmək. Siz istəsəz sol tərəfdən də gedə bilərsiniz. Oradan düz yol var. Ağacdan. Bir dənə də belə bir yol var. Düz çıxıram qabağına. O şəlalə hardan axır ora. Görürsünüz, işləmir. Şəlalələr axır buradan, su axır da yuxarıdan. Şəlalə kimi. Bu köynədir, yəni. Hələ ki işləmir, bax, gördüyünüz kimi. Mən yuxarıdan düşdüm aşağıya. Burada palm ağacları da var. Ağac bilmirəm nə ağacıdır. Bizim iqlimə uyğundur, uyğun deyil bilmirəm. Bu palm ağacları hər yerə əkiblər, çox yerlərə. Bax, belə bir ürəyi də var burada. Hər yerdə bağban var. Dostlar, mən səhərdən baxıram, bağbanlar hər yerdədir. Kaktus əkiblər, palma əkiblər, hər yer yaşıllıqdır. Burada bir dənə də heykəl var, onu da çəkmək istəyirəm, görünsün. Burada Əli və Nino'ya bənzədi. Palm ağacları çoxdur. Yəni burada bir dənə də palm ağacı var.
Baxın burada bir dənə də burdadır. Deməli İçəri şəhərin təsviridir. İçini göstərir. Yəni Qız Qalasıdır. Əl işidir də burada. Yəni çox yerlər. Şirvanşahlar sarayı var, cami var. Ümumiyyətlə İçəri şəhərin təsviridir burada. Onu da gözəl eləyiblər. Dostlar, mən bunun indi arxasına getdim. Deməli bu təsviri sənət əsəridir. Rəsmi bunun üstündə çəkən Rahim Şopurov 2016-cı ildə çəkib. Görə 2016-cı ildən bəri var bu park. Mən bilən həmən çəkən vaxtı da park burada təqdimatı olub da, yəni park açılıb burada. Bir dənə də yaşayış binası var yuxarıda. Burada direklər var. Direklər biraz əyridir. Bilməm bu dekoru belədir yoxsa. Burada şam ağacı var. Bu şam ağacını hər yerdə əkiblər. Əslinə qalsa bu kök salır bu şam ağacı. Hətta şam ağacı olan bölgədə ev tikmək çox yerlərdə bir görürsünüz, bağlarda evlər tikirlər, şam ağacı əkirlər. Kök salır deyənə evin fundamenti adını dağıda da bilər. Ona görə diqqət olmaq lazımdır. Bu gözəl ürəyidir burada. İndi bunun da kim bunu rəsmini çəkib, onun adı qeyd olunur da burada. Yox, burada yoxdur. Deməli İçəri şəhəri orada var idi, onun adı qeyd olunmuşdu, kim onu rəsmi çəkib. Var, bilməm, daşdır, nədir bunu bilməm. Plastik materialdır yəni. Onun üzərinə çəkiblər yəni. İndi gəldim, çıxdım buraya. Bu parkın elə bir arxa hissəsidir. Burada yəni belə heykəl qoyublar, daşdan düzəldiblər. Bax orada tikinti gəlir dostlar. Deyəsən buranı uzadırlar. Buradan yolu keçib parka gedəcəksən arxa hissəsinə. Çünki mən bilmirəm, mən gəldim, çatdım, deyirlər ki, parkı uzadırlar. İndi o biri tərəfdən getmək lazım. Çünki burada artıq sondur. Yəni burada heç nə yoxdur. Bir dənə burada binadır, yaşayış binasıdır. Arkada da yoxdur park. İndi gedək, yolu keçək o biri tərəfə. Bir ara dedilər, evlər sökülür. Həyət evləri də insanlara nə qədər kompensasiya verdilər, dedilər uzadırlar parkı. Sevgi parkını uzadırlar. Burada baxın, parking xidməti də var. P yazılıb, P. Bilməm, yeraltı parkingdir yoxsa. Bax, çox gözəl velosiped yolları çəkiblər. İnsanlar elə bir rahat velosiped sürmək istəyənlər indi deyəcəklər ki, hamı maşın sürür, velosiped yolları, nə üçün velosiped az sürən var. Amma yavaş-yavaş biz birdən olmur. Velosiped sürmək elə növdür ki, o birdən olmur. Yavaş-yavaş o gedir inkişafa. Yəni insanlar biraz alışmalıdır velosipedə. Hər adam indi maşından çıxıb velosipedə alışa bilməz də, yəni o qədər öyrəşib ki maşına. İndi amma yavaş-yavaş, yəni tək Azərbaycanda yox, bütün ölkələrdə belədir. Alışmağı biraz vaxt alır. Ona görə bir müddət sonra biz xeyli velosipedçi görəcəyik burada. Bax, burada körpüdür. Körpü ilə mən indi o biri tərəfə keçəcəm. Orada da Sevgi parkı davam edir. Ya da ki, belə yolla bilmirəm, keçmək yolları yoxsa yox, yolla da keçərəm, heç körpü lazımdır. Maşınları da deyəsən qoymurlar bura daxil olmağa. Çünki mən burada hələ görmədim, çox maşın gəlsin, keçsin. İcazə yoxdur yəqin ki. Bu körpüdür, mən bayaqları qalxmadım ora. Dedim, tam çəkim o tərəfi. İndi gedək. Burada parkdır. Bax, gəldik, çatdıq parka. Burada futbol meydançasıdır deyəsən. Bax, bu Sevgi parkının bu hissəsidir. Bax, artıq burada da var. Sevgi parkına gəlmək istəyirsinizsə dostlar. Deməli, körpünü keçməz bu biri tərəfə. Orada yol var. Burada davam eləyir. İndi arxa tərəfini nə qədər uzadacaqlar onu bilmirəm. Burada həm basketbol var, həm də futbol oynamaq var. İndi bilmirəm, pullandır, pulsuzdur ya. İcazə var oynamaq. Çünki mən əvvəl Türkiyədə yaşayanda Türkiyədə icazə verirdilər orada oynamağa. Yəni kim istəsə gəlib topu ilə gəlib oynaya bilər. Sonra bax, burası çox gözəldir, mən bəyəndim. İndi bax, buranı mən çəkirəm.
Burada bir dənə də belə bir dekorlu tikiblər, kafeteriyadır, restorandır. Burada zürafədir. Çox gözəl eləyiblər bunu. Park baxın, burada da gözəl binalar görürsənlər, körpü görünür, çox gözəldir. Orada qabağda trenaşorlar qoyublar, idmanla məşğul olmaq üçün, hələ əvvəldən var idi. Parkın bu hissəsi mənim çox xoşuma gəlir. Burada belə bir ağac var, yumru belə otları gözəl eləyiblər, dekorlu. Mən gələ bilsəydim, hələ buradan başlayardım çəkməyə, gedərdim o biri tərəfə. Oradan çox gözəldir park. Çox gözəl görünür. Bax, burada bu bilmirəm nədir, restorandır, kafedir, bağlıdır da, qapılar bağlıdır, işləmir. Hələ belə tikiblər, qoyublar burada. İndi gedirik qabağa da çəkəcəm dostlar. Amma yaşıllıq çox gözəldir, gözəl yaşıllıq iyi gəlir, otların iyi gəlir. Əsl təmiz hava, haradakı ağac var, otlar var, orada həmişə təmiz hava olur. Zamanov əsəridir bunun. Gözəl düzəldir belə. Çox bəyəndim, indi bunu bir dənə şəklində çəkim. Hava saat 12'dir. Hava da hələ də belə yağışlı hava var. Burada hər yerdə zibil birdən xoşuma gəlir. Ümumiyyətlə Azərbaycanda Bakı şəhəri çox təmizdir. Mən Türkiyənin Antalya şəhərində oldum, İstanbulda oldum, Ankara'da oldum. Hələ baxmayaraq ki, Antalya turistik bölgədir. Çox çirkli şəhərdir, küçələr çox çirklidir. Yerdə zibil, hər yer zibil. Zibil qutuları ümumiyyətlə yoxdur. Zibil vedrəsi tapmaq mümkün deyil. Konteyner yoxdur. Amma bu barədə Azərbaycanda, Bakıda çox təmizliyə fikir verirlər. Ümumiyyətlə turistlər də gəlir. Burada həm də baxırlar. O barədə danışırlar ki, Bakı necə gözəldir, təmizdir. Yəni çox fikir verirlər təmizliyə. Zibil qutuların çox olması da yaxşıdır da. İndi insanlar əlindəki zibili yerə atmasın da. Burada bir də loft var. Gözəl ana atadır uşağı ilə bərabər. Bax, burada da gözəl eləyiblər, ürək şəkildə, amma yuxarıdan daha yaxşı görünür. İndi gəldim qabaq hissəsinə. Burada da var artıq sənət işləri, ürək. Burada da gözəl eləyiblər, amma üstü yeyilib, rəngi qaçıb. Yəni, kim çəkibsə, yağışdan ola bilər olsun. Çoxlu yağış yağır Bakıda. Axır vaxtlardır. Orada bir dənə də var qabaqda, onu da çəkək görsədik. Ümumiyyətlə bu hissə həm çox xoşuma gəlir. Şəhərin bu hissəsi. Yaxında da Nərimanov var, Heydər Əliyev adına saray var. Çox yaxındır bura. Yəni gəlmək istəsəz dostlar, bir də deyirəm 2 nömrəli avtobus gəlir bu. Bakı-Basın 2 nömrəli avtobusu. Yəni metro ilə gələ bilərsiniz. Nərimanov metrosunda düşüb Heydər Əliyev adına saray var. Oradan elə düz gələ bilərsiniz bu hissəyə, yəni bu parka, Sevgi parkına. Ya da ki Gənclikdə düşüb. Gənclik daha yolu uzun olacaq, nəinki Nərimanov. Bəyəndim bunu da. Qabağda da bir dənə qırmızı rəngdə ürəyi var, oranlı geçək. Bir dənə də var, burada düzəldiblər belə gözəl. Çox gözəldir belə, onu da. Çünki çox evlər sökülüb arxada. Değişikliklər nədir sizə göstərdim. Çox belə o qədər değişiklik yoxdur. Xırda yerlər var ki, təmir eləyirlər, yəni. Olanda hamısını təmir eləyirlər. Bayaqlar gördüm, bir də bağbanlar çox işləyir burada. Hər yeri təmizləyirlər, sərgiyə sahmana salırlar. Bax, burada da gözəl belə bir ürək işarəsi var. Burada bax, belə gözəl qırmızı rəngdə. Yəni də dediyim kimi dostlar, gəlin, kim ki gəlməyib bu parka, xəbəri yoxdur, parkda məlumatı yoxdursa, olanları demirəm, kimin ki xəbəri yoxdur, bilmir.
uzun müddətdir gəlmir. İndi mənim köhnə videoma baxın. İndi təzə videoma da baxın. Fərqləndirin də nə dəyişikliklər olub. Mən dediyim xırda şeylər hamısını dedim sizə. Sadəcə bir də nədir? Parkı uzadırlar, böyüdürlər. Belə eşitmişəm, amma dəqiq bilmirəm. Çünki orada tikintilər gedirdi. Tikinti getdiyinə görə yəqin ki uzadırlar parkı. Çox sağ olun dostlar, videolarımı izləyirsiniz, mənə dəstək olursunuz. Biraz da çox aktiv olun, kanalıma abunə olun, videolarımı izləyin, like atmağı unutmayın. Çox sağ olun, təşəkkür edirəm sizə hamınıza. Sağ olun.